Hər vaxtınız xeyir. Efirdə Azərbaycan saatıdır. Mən Sevinç Vaqif qızı şərlənərək həbs edilən Seymur Həzini əvəz edirəm. Bugün ilk olaraq verilişimizi Seymur Həzini son yazısı ilə açmaq istəyirik. O bu yazısında cəmiyyətlə əlaqəsi itən hakimiyyətin aqibətini göstərir. Baxaq. 2012-ci ilin əvvəllərində Muammar Qazzafinin oğlu Seyfülislamın bir şəkli yayılmışdı. Qorxunc bir foto idi. Mən o zaman yazdım ki, Liviyaya demokratiya gəlmədi. Bu vəhşi başqa vəhşini əvəz etdi. Bu mənim üçün indi də belədir. Fikrimcə, Liviyada demokratiya olmadı. Qəzzafinin zamanında da, ondan sonra da. Ona görə ki, onlar da əl qaldırarın əlini, dil tərpədənin dilini kəsirlər. Qəzzafi də belə edirdi. Amma düşünürəm ki, o xalq etirazları başlayanda insanlar silahlanmadan öncə Qəzzafi fironluq obrazını tarixdə qaldığını dərk etsəydi və Allahla savaşı yerə qoysaydı, Liviyanın da, onun özünün də, yaxınlarının da taleyi belə olmazdı. Bunu ona görə xatırlayıram ki, bu günlərdə Qəzzafinin qanlı köynək içində şəkli yayıldı. Üstündən günlər keçmədi, İlqar Nəsibovu da o halda tapdılar. Beynimdəki assosiasiya məni vadar etdi ki, İlqardan yazarkən bu mövzuya toxunum. Dostum Natiq Adilovun aylar öncə aid bir Facebook qeydini xatırlamadan olmur. Natiq Sumqayıtda baş verən bir olaya yazmışdı. Oğlanlarının radikal dini qruplaşmaya qoşulub ölkəni tərk edəcəyindən narahat olan ata polisə məlumat verir. Polis isə qardaşları həbs edib hər birinə 10 sutkalıq cəza verir. Beləcə bir quş qoyur ki, mübarizə apardı. Amma bu məsələnin başqa tərəfidir ki, ölümə gözü alıb savaşa gedəndə 10 gün həbs vermək onun üçün sadəcə savaş qabağı dincəlmək fürsətidir. Qanın, savaşın adiləşdiyi bir beyin üçün bunun başqa heç bir izahı, heç bir tablosu, heç bir şəkli yoxdur. Ən pis halda isə həmin cavan lənət oxuyacaq ki, onu beynindəki şəhidlikdən 10 gün ləngitdiniz. Bunu niyə xatırlayıram? Çünki bir neçə tablo ilə əyani şəkildə anlatmaq istəyirəm. Fəryad qoparıram, yalvarıram. Siz baxıb görəsiniz ki, bu ölkəni hara və necə çevirirsiniz. Bu bizim hamımız üçün qorxulu bir gələcəkdir. Sizə elə gəlir ki, qaçıb harasa gedə biləcəksiniz. Amma unudursunuz ki, Amerikalı jurnalistin başını kəsdiyi iddia edilən işitçi şəxs Britaniyalı İngilisdir. Budur, bu təkcə bir ölkəyə xəyanət deyil, kainata, onun universal yaşam qaydalarına, günahsız körpələrə, hamilə qadınlara, zəhmətlə yaşayıb dinc ölmək istəyən ahıllara xəyanətdir. Bu qədərmi asandır insan həyatını məhv etmək, uşaq yetim qoymaq, ana ağlatmaq. Bu qədər asan olmamalıdır axı. Tarix sübut edib ki, bunun vəbalından qaçış yoxdur. Bunu görmək üçün kitab oxumaq lazım deyil. Sadəcə yaxın 20 il yada salmaq lazımdır. Bir zamanlar öyündüyümüz dini dözümlülük hanı? Bunu qoyaq bir tərəfə. Axı bizim ölkəmizdə dövlət adına fəaliyyət göstərən insanlar vətəndaşın varlığına dözmür. Özünü vətəndaşsızlaşdırmaq istəyir. Bu, hətta etnik təmizləmədən də dəhşətli bir olaydır. İlqar Nəsibovun qanlı köynəyi bizim hər birimizin əynində ola bilər. Kimsə onu geyinməkdən sığortalanmayıb. Dünən Qəzzafi geyinib, bugün İlqar. Sabah yaqin ki, mən birisi gün bir başqası. Amma nə qədər ki, insanlıq etdiyinin fərqində deyil, o köynək çox kürəklər deşəyəcək. Əməkdaşımız Natiq Adilov yazdığı Quzu kimi səssiz yazısında cəmiyyətin olanlara qarşı laqeydliyini tənqid edir. Sujetə baxaq. Belə bir ifadə var. Quzu kimi səssiz. Bir də belə bir müdrik öyd var. Başını aşağı sal, sakitcə həyatını yaşa. Yəni, qoyun ol, quzu ol, sənə lütf olunan uca insanlıq məqamından bir-iki pillə gerilə. Quzulaş, otunu ye, suyunu iç, arada bir-iki ağız mələdə. Amma amanın günüdür. İnsanlıq vəzifəsinin icrası barədə düşüncəyə dalma.
bu yöndə addım atma. Məsələn, yanında haqsız yerə baş kəsə bilərlər, yetimin malını basıb yeyərlər. Sənin nə işinə gərəkdir? Sus, uzaq başı bir ağız mədi. Allaha çox şükürlər olsun ki, hakimiyyətlə onun çoğulların həyata keçirmək istədikləri bu xain plan hələ də nəticə verməyib. Hər gün bu qoyun yerinə qoymaq istədikləri cəmiyyətin içərisindən mərd, mübariz insanlar çıxır və onlar ölkəmizdə gedən haqq savaşını davam etdirir. Həqiqətin, ədalətin alovunu sönməyə qoymurlar. Buradakılar, oğraş deyil, biqriyyət deyil. Sən gedib Ermənistanda vuruşmalısan, Qarabağda. Mən də sənə çiyin-çiyinə vuruşmalıyım. Mən sənə burada üzbəüz dayanmalı deyiləm. Sən niyə gəlmirdin? Mən sənə üzbəüz, sən ermənisənsə mən sənə bilim başqa cür danışım. Amma biz sizdən burada belə üzbəüz gəlməli deyilik. Bağışla, o problem deyil. Mən sizdən belə üzbəüz dayanmalı deyiləm. Siz uşaqları istəyirsiniz. Adam vaxtda veriblər uşaqlara. Hansı uşaqlara sutka verir? 4 uşaqlar, oxuyan uşaqlardır, namaz qılan uşaqlardır. 30, 15 sutka. Nə veriblər? Belə üzbəyə söhbət edib sizin kimi birisi ilə götürüb aparıblar. Xeyir olsun, danışmaq olmaz. Mənim danışmaq olmazsa nə gəlirsiniz? Onda belə çıxır ki, mən sizinlə danışıram, indi məni tutub aparacaqlar. Sizlə danışan aparırlar. Uşaqlar danışıblar, aparıblar. Xeyir olsun. Biz sizi aparmırıq ki, mən eşidirəm də siz görürsünüz. Söhbət edmir. Əgər birazdan gəlib adam tutsa buradan, elə biz indi gedək razıyıq. Əgər gəlib buradan, yox, zəhərməz ad vermirəm, 15 tutka, 30 tutka, biri. Elə gəlib birazdan yanında zatda yanlayacaqsınız, elə bizdən buradan götürün, biz çıxaq edək. Burada qorxaq yoxdur, arvad yoxdur. Aparırsınız, qardaş, ged orada məsləhətlər. Buradan hansı uşaqlar aparırsınız, gəlin biz özümüz gələcəyik buradan. Kar yoxdur, zaten ged oradakılara dinən. Kim aparıcılarsa biz gedirik. Bir dəqiq qulaq asma. Borcu daşımaq üçün. Ya borcu daşımaq. Hey, sakin. Şübhə də ola bilməz ki, bugün yaşananlar nə qədər ağır və iyrənc olsa da onlar keçəcək. Heç zaman tiranlıq, istibdad əbədi olmayıb, olmayacaq da. Bəzən insanları məşuru ilə silahlandırmağa çağıranların göstərdiyi yol ürəyə yatımlı görünür. Bu, xüsusən də o halda olur ki, məsələn, deməyən yoldaşlarımızın cibinə nəşə atıb tuturlar, tutanda döyürlər, haqsız məhkəmə hökmləri ilə azadlıqdan məhrum edirlər, cərmələyirlər və s. Əlbəttə, deməyən ictimai siyasi fəalların başına belə müsibətlər gəlir. Bəs o biriləri, axı niyə özümüzü aldadırıq? O quzu susqunluğuna sadiq qalanlar daha betər həyat yaşayır. Bilmirsiniz bunu? Zülm iş başında olduğu vaxtda sizi nə mələmək xilas edə bilər, nə də başını yerə dəyənə qədər əyib yaşamaq. Neçə vaxtdır türmənin qarşısına gələn insanları müşahidə edirəm, onları danışdırıram. Sadəcə dəhşətdir. Azərbaycan insanı ilə təcrübə insanlarından da betər davranırlar. Polisdə, saxlama yerlərində, gizli zirzəmilərdə adamlar ölümünə döyülür, müflis edilir, ləyaqətləri alçaldırır. Və ən əsası, onların çoxunun siyasətə, ictimai fəallığa zərrəcə dəxli yoxdur. Quzu susqunluğunun faydasızlığına daha bir parlaq nümunə. Bilirsiniz, Milli Şuranın rəhbərlərindən olan Eldəniz Quliyevi Daxili İşlər Naziri şəxsən məhkəməyə verib. Eldəniz bəyin məhkəməyə düşmə səbəbindən necə xəbərdarsınızmı? O, quzu kimi susanların ucbatından dəyərli vaxtını məhkəmələrdə keçirəcək və realdır ki, Kürdəxana türməsi də onu salamlayacaq. Heç nə. Eldəniz bəy yolda müşahidə aparıb görüb ki, yol polisləri quzu kimi susqun həyat keçirənləri yolur, pulunu alır, təhqir edir. O insanlar sussa da görün vəziyyət necə şiddətli olub ki, Eldəniz bəy susmayıb, danışıb və buna görə də peşman deyil. Başa düşülürmü? Quzu kimi başını aşağı salıb dolanmaq rahat olsaydı, Eldəniz bəyin ən azı indiki məsələyə görə məhkəməlik olması mümkün deyildi. İnsanın missiyası ucadır. O missiyanı unutmaqla heç kim xoşbəxt ola bilməz. Üstəlik, dünya dəyişib. İndi hətta ən tiranlıq həvəskarları da sözdə belə olsa, Respublika quruluşuna qarşı çıxa bilmirlər. Bəs Respublika nə deməkdir? Bu sözün tərcüməsi belədir. Hamını qayğılandıran, ilgiləndirən iş. Hamının işi. Deməli, qarşımızda iki yol görünür. Ya güşənişinlik edib hansısa mağaraya çəkilməliyik, ya da Respublika vətəndaşı kimi hamımızın üzərinə düşən işi görməliyik. Yoxsa o işi unutmaqla və ya başqasına iş eləməklə bizi yaxın şərqin ürək ağrıdan taleyi gözlər. Bugün IŞİD nahq yerə yaxın şərqdə at oynatmır ki, IŞİDin kəsdiyi başları, etdiyi vəhşilikləri görəndə onu unutmaq lazım deyildi ki, bugün terrora görə qurban gedənlər çoxu vaxtında boynuna düşən vətəndaş borcunu yerinə yetirməyib, unudub, deyib keçib. Əməkdaşınız Natiq Ədilov şair, publisist Heydər Oğuzla müsahibə alıb. Müsahibə ilə növbəti süjetdə tanış olaq. Heydər bəy, xoş gördük sizi studiyamızda. Xoş gördük. Heydər bəy, siz Azərbaycanda fəaliyyət göstərən tək-tək
publisist yazarlardansınız ki, vaxtaşırı bu həbslərə, ictimai-siyasi proseslərə reaksiya verirsiniz və sizi sıx təqib edənlər yaradıcılığınızdan xəbərdir, şeirlərinizdən xəbərdardır. Amma istərdik ki, bu Azərbaycan Saatının tamaşaçılarına da bir yaradıcı şəxs kimi icmal edəsiniz. Nə baş verir bu Azərbaycanda? Bu həbslərə bir yaradıcı insanın münasibəti, dəyərləndirməsi nədən ibarətdir? Bugün Azərbaycan hələ də zor aparatı olmaqdan, Azərbaycan dövləti hələ də zor aparatı olmaqdan qurtulmayıb. Bu zor aparatından qurtulmağın yolu demokratik dövlət quruculuğundan keçir. Deməli, yəni bir dövlət olmaq üçün biz nə eləməliyik? Biz bir millət olaraq müəyyən bədəllər ödəməliyik. Bu bədəlləri də millətin müəyyən kəsimləri ödəyir. Bunlar ziyalılardır, bunlar fədakar insanlardır. Bugün Azərbaycan o bədəlləri ödəyir. Amma nəyin xatirini ödəyir? Həqiqi azadlığa qovuşmaq üçün. Mən ilk şeirimi, məsələn, bu çox şeirlər yazmışam. Bu həbslərdə, o həbs atılanlar üçün. İlk şeirimi Qurban Məmmədov üçün yazmışdım. Bir 15 il bundan qabaq. O vaxt Qurban bəy vaxtaşırı ilə siyasi məhbus olur. Yəni elə o dəfələrlə tutulub. İlk şeiri mən onun üçün yazmışdım. Mən o vaxt Türkçədə oxuyurdum. Qurbana azadlıq. İlk kupleti onun belə idi. İlk bəndi belə idi. Ya Rəbb, bizə dərmandırmı dərd, dərddirmi dərman? İblismi çəkib dərd ilə dərman arasında qurbana azadlıq gərək, azadlığa qurban, çaş baş qalır insan iki qurban arasında. Bugün qurbana, deyək nətər deyərlər, o Leyla Yunusa, İntiqam Əliyevə azadlıq lazımdır. Amma bu azadlıqlardan niyə məhrum olublar? Çünki milli azadlıq xətrinə. Yəni, bunu vermədən bir millət azad ola bilməz. Niyə bu insanlar, yəni Azərbaycanın seçkin insanları, ziyalıları, niyə bunlar belə həbslə cəzalandırır? Yəni, nə baş verir? Doğrudan bu insanların hansı təhlükə yaradır ki, cəmiyyət üçün? Deməli, bunlar, yəni bizdə nətər deyirlər, yəni bu insanlar ziyalıdırsa, bu insanlar demokratik düşüncəli insanlardırsa, bu insanlar Azərbaycan müstəqilliyi uğrunda mübarizə aparırsa və bu gün gedib öz azadlığını Avropa məhkəmələrində o nətər deyir, qoruyursa, Avropa məhkəmələrinin bura təzyiqini təşkil edirsə, deməli, sən dövlət deyilsin. Yəni, deməli, sən bu insanlara əziyyət verirsən, bu insanları, onların qucağını özün atırsan və heç kimdə günahlandırmamalısan. Bugün özünü günahlandırmalısan. Yəni, bir istər dövlət, istər insan özünə biraz, nətər deyirlər, biraz özünə tənqidi yanaşmalıdır. Əgər bu insanlar gedib xaricə qoşulurlarsa, gedib xaricdən qrantlar alıb, nətər deyirlər, səni xaricə satırlarsa, dırnaq arası satmaqdan söhbət gedir. Deməli, günah səndədir. Sən günahı özündə axtarmalısan, bu insanlara qucaq açmalısan, bu insanlarla bircə hərəkət eləməlisən. Bugün təəssüf ki, Azərbaycanda oğrular, quldurlar hakimiyyətdədir. Bugün Azərbaycan təəssüf ki, nətər deyirlər, cinayətkarlar çöldədir. Bugün Azərbaycanda Qurban Məmmədov kimi, Leyla Yunus kimi, sizin qardaşınızın adı nədir? Murad. Məsələn, Murad Ədilov kimi insanlar içəridədir. Mən məsələn, Murad Ədilov, hətta Qurban Məmmədovdan, Leyla Yunusdan belə daha dəhşətli bir işgəncəyə məruz qalıb. O, kiminsə hesabına məhbəsdə yatır. Deyək, Qurban Məmmədov öz hesabına yatır. Amma o, kiminsə hesabına, yəni bu ibtidaicmə quruluşunda belə təsadüf olunmayan şeylərdir. Yəni, deyək ki, qardaşa görə qardaşı cəzalandırasan, atıya görə oğlu cəzalandırasan. Yəni, bu ibtidai quruluş düşüncəsindən biz qurtulmadıqca gerçək dövlət qura bilməyəcəyik. Və bu da bir dövlət, yəni nə bilim, Azərbaycanda bir dövlət varmı, yoxmu, bu müzakirə olmaq biləcəyimiz. Bir ekskursiya elədiniz, mən də elə oradan tutmaq istəyirəm ki, ilk siyasi, elə deyək, etiraz məzmununda şeirlərinizdən birini dediniz, 15 il bundan əvvəl. Sizcə uzun çəkmədimi? Yəni, bu xeyirlə şərin davası çox gedib, amma bizdə, yəni demək olar ki, eyni sistemdir. Niyə bu qədər davam elədi? Bizim müqavimət gücümüz zəifdir, yoxsa biz çox sərt qayaya rast gəlmişik? Bizdə bir çox məsələlər var. Yəni, biz təkcə daxili məsələ deyil Azərbaycan məsələsi. Azərbaycan bir çox məqamlara görə deyək, Avropanın burada maraqları var, Rusiyanın maraqları var, İranın maraqları var, hər kəsin burada maraqları var. Və hər kəsə də müəyyən rejim yəqin ki, sərf edir. Yəni, burada tək biz vuruşduğumuz insanlar, yəni biz deyəndə əsasən sizə aiddir. Yəni, deyək, mənim vuruşmağım nədir? Bir şeir yazmaqla, ya bir yazı yazmaqla, o, nətər deyərlər, o öz vəzifəmi yerinə yetirməyə çalışıram. Amma siz aktiv mübarizə aparsınız. Siz bu aktiv mübarizədə niyə bu cür məhrumiyyətlərlə qarşılaşırsınız? Çünki qarşınızda olan qüvvə tək milli
qüvvə deyil, yəni tək özümüzə aid qüvvə deyil. Bunların arxasında müəyyən mənada Avropa imperializmi dayanır, müəyyən mənada Rus imperializmi dayanır, müəyyən mənada Fars imperializmi dayanır, hələ biraz da Türkiyə imperializmi dayanır. Deyək ki, biz indi gərək hər şeyi... Mənfəət dəllalları ilə dil tapa bilirlər. Yəni, iqtisadi mənfəət dəllalları buradakı bu vəziyyətdən məmnundurlar. Çünki hər kəsə yağlı tikə satır, çünki hər kəs istədiyini alır, çünki bizim gələcəyimiz, bizim perspektivimiz heç kəsə lazım deyil. Azərbaycan Cənubi Qafqazda böyük bir dövlətə çevrilə bilər. Həqiqətən bir dövlətə çevrilə bilər. Hər cürə şəraiti var. Sabah böyük bir, nətər deyərlər, o Türk dünyasının, Türk birliyinin qurucusu ünsürü ola bilər. Amma, yəni, və yaxud nətər deyərlər, İslam dünyasının, və yaxud yəni müəyyən bir qüvvəyə çevrilə bilər. Böyük potensial malikdir. Və bu potensialı öldürmək üçün hər kəs birləşib. Bu günləri tək Natiq Ədilov bu rejimə qarşı mübarizə aparmır və yaxud onun qardaşı bu rejimə qarşı mübarizə aparmır və yaxud Qurban Məmmədov bu rejimə qarşı mübarizə aparmır. Böyük bir dünyaya qarşı mübarizə aparır. Bilirsiniz, siz əslində bu gün məhbusda olanlar, həbsdə olanlar əslində bir qəhrəmandırlar. Qəhrəman o deyil ki, əlinə silah alarsan, gedəsən kimdənsə vuruşasan. Silah əlinə alıb vuruşmaqdan asad heç bir şey yoxdur. Qəhrəman odur ki, əlində silahsız kimdənsə vuruşasan. Yəni, bu fərqli şeylərdir. Əlində silah olanda sənin can güvənliyin var. Əlində silahsız bütün dünya qarşı vuruşur bugün Azərbaycan xalqı. Doğru. Yəni, o mənada Azərbaycan xalqı azad olmaq istəyirsə, bu bədəli onsuz da ödəməlidir. Bütün dünya qarşı olursa, heç bir millət, heç bir, nətər deyərlər, xalq öz əzmini ortaya qoyub bütün dünyaya qarşı məğlub ola bilməz. Yəni, dünya çünki burada nəsə istəyir, amma sən azadlığı istəyirsən, sən öz mövcudluğu istəyirsən, sən dünyadan daha güclüsən. Sən haqq savaşında daha möhkəmsən. Sən o mübarizəni aparmalısan və müəyyən o nəticələrə də nail olacaqsan. Bu gün olmasa belə sabah olacaqsan. Bir gün tez, bir gün gec. Heydər bəy, mən istəyərdim ki, son olaraq sizlə belə deyək, qələmdaş olmağa iddialı adamlar var. Azərbaycan deyirlər, şairlər yurdudur filandır. Amma çox təəssüf ki, bugünkü həyat reallıqlarına, bu rejimin baskılarına onlardan adekvat reaksiya görmürük. Onlara söz nədir və onların məsuliyyəti nədir? Bu mövzuda da sizin mövqeyinizi öyrənək. Hər bir millətin vuruşan kəsmi, o nətər deyirlər, düşünən kəsmi onun ziyalısıdır. Yəni, bir millət ancaq ziyalısı ilə mübarizə aparır. Bir kolxoz bazarında oturan insan üçün demokratik rejimin çox bir əhəmiyyəti yoxdur. Onun üçün nə fərqi var? Yəni, kolxoz bazarında kartofunu satacaq, soğanını satacaq, evinə pulunu aparacaq. Bir cəmiyyətin maraqlı olan kəsimi, deyək ki, ölkənin dövlət olması üçün maraqlı olan kəsimin onun ziyalısıdır. Çünki bu ölkənin qaymaqları onlardır. Təəssüf ki, bu günləri Azərbaycanda dövlətin özünün özünün xarakterinə uyğun olaraq bir ziyalı kəsimi yetişdirir. Bunlar, yəni, dövlətdə hər şey saxta olduğu kimi ziyalısı da saxtadır. Yəni, hər şey özünə uyğun uşaq doğur da, deyək ki, bir maral doğa bilər. Ayı bir ayı doğa bilər. Bu rejimdə özünün ziyalısını doğub. Nə ilə doğub? Rüşvətxor rejimi ilə, rüşvətxor universiteti ilə, rüşvətxor təhsil sistemi ilə bir saxta ziyalı doğub. Bu ziyalı adicə JEK müdürünə bağlı ziyalıdır. JEK müdürü deyir, get filan kəsə səs ver, bu gedir filan kəsə səs verir. JEK müdürü deyir ki, get filan işi elə, o gedir onu... Hətta üzr istəyirəm, biz Bakı Dövlətin ziyalılarının Hafız Hacıyev mitingində gördük. Yəni, bu dəhşət bir şeydir. Yəni, çünki niyə? Rejim özünə, mahiyyətinə uyğun ziyalı doğub. Yəni, yetişdirib yox, doğub. İndi bu ziyalı ilə da biz bir yerə çıxa bilmirik. Amma bu günləri tək, türk ziyalılar da var, bunlar mübarizə aparırlar. İstər-istəməz bu dünyada 100 ildən sonra bu ziyalıların sözü eşidiləcək. Çünki bu ziyalılar öz sözünü deyir. Bugün təəssüf ki, Azərbaycanda məsələ mən şairlər məclisində çox olurum. Füzuli'nin şeirlərini götürüb təkrarən deməyin nə adı var? Bir şair öz xalqının dili olmalıdır. Öz xalqının dərdindən, sərindən yazmalıdır. Bugün Azərbaycan xalqının böyük dərd içərisindədir. Qarabağ problemi var, ölkədə dövlət quruculuğu problemi var. Ən böyük problem dövlət quruculuğudur. Qarabağ problemi də dövlət quruculuğu. Dövlət olarsa həll oluna bilər. Demək, ən böyük problemimiz dövlət quruculuğu problemidir. Bir neçə nəfərin hakimiyyətdə olması, bir neçə nəfərin hakimiyyətdən yararlanması hələ dövlət deyil. Dövlət odur ki, bütün insanların
hamısının bircə marağını təmin eləsin, onlar arasında münasibətləri aydınlıq gətirilən bir qurum olsun. Bugün təəssüf ki, Azərbaycanda o qurum yoxdur. O qurum uğrunda mübarizə aparılmalıdır. Yəni, mən demirəm, inqilab edilməlidir. Mən demirəm, küçələrə çıxıb, o üsyan edilməlidir. Amma hər halda ziyalı sözünü deməlidir. Ziyalı sözünü dedikcə də o rejim yumşalacaq. Təəssüf ki, bizdə o ziyalı problemi həqiqətən yox. İndi təqdim edəcəyimiz reportajda Azərbaycan hakimiyyəti tənqid olunur. Azərbaycan hakimiyyəti Qərbi hər zaman ikili standartlarda ittiham edir. Amma həmçinin həmin ölkələrdə lobbiçilik fəaliyyəti üçün kifayət qədər vəsait ayırır. Bu necə olur? Süjetimizdən baxaq. Azərbaycan hökuməti Amerikanı niyə söydürür və niyə söydüklərinə pul xərcləyir? Azərbaycan hökumətinin ABŞ-da lobbi təşkilatlarına küllü miqdarda vəsait səpələdikləri sir deyil. Neçə illərdir ki, bu barədə ardıcıl olaraq yeni faktların üstü açılır və ABŞ mediası bu faktlar barədə ictimaiyyəti müntəzəm məlumatlandırır. Ötən gün New York Times qəzeti daha bir məlumat yayaraq Azərbaycanın lobbi xərcləri ilə bağlı yeni faktlar açıqladı. Əvvəllər olduğu kimi, bu dəfə də lobbi xərclərinin siyasında SOCAR-ın adı hallanmaqdadır. Dövlət neft şirkəti indi Azərbaycanda ən səxavətli quruma çevrilib və dünyanın çeşitli ölkələrində mənasız, məzmunsuz projelərə neft pulları dağıdılır. Amma yalnız neft pulları və yalnız dövlət adından verilən lobbi pulları deyil. Ayrı-ayrı oliqarxlar da Amerikada təbliğat üçün iri pullar xərcləyirlər. Milyonlarla vəsait təyinat məqsədi anlaşılmaz olan layihələrə xərclənir. Əlbəttə, iqtidar təbliğatçıları ağız dolusu danışıb bu lobbi xərclərinin dövlətçilik və Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqelərinin gücləndirilməsi naminə xərcləndiyini yaza bilərlər. Amma bu keçərsiz arqumentdir. Çünki dəfələrlə sübut edilib ki, Azərbaycan hakimiyyətinin lobbiçilərindən milyonlar müqabilində yalnız bir şey tələb olunur. Bu da ölkədə insan haqlarının pozulmasını, siyasi repressiyaları, bölgədə İranın və Rusiyanın təsiri ilə birtəhər bağlamaq səylərindən ibarətdir. Səməd Seyidovun məşhur sendviç lətifəsini xatırlayırsınız yəqin. Azərbaycan lobbi üçün ABŞ-da pul xərcləmir. The New York Times-ın da qeyd etdiyi kimi, ölkədəki rejimin üzünün ağardılması üçün nəzərdə tutulan bu pullar Avropada da sanki tüsəyə səpilirmiş kimi dağıdılır. Baxın, 2 gündən bir Azərbaycan hakimiyyətinin yandaş mediası Amerikanı yıxıb sürüyür. Təxminən bu tezislər Amerikada insan haqları pozulur, Amerikanlar səfil həyat tərzi keçirən simasız insanlardır, ABŞ Azərbaycana münasibətdə riyakar siyasət yürüdür və s. Bu günlərdə hətta Xarici İşlər Nazirliyinin rəsmisi də Azərbaycandan insan haqları sayağı tələb edən Dövlət Departamentinə faktiki olaraq gedin öz işinizlə məşğul olun cavabını verdi və bu cavab bütün MDB məkanında xəbər saytlarının manşetinə dırmandı. Amerika Azərbaycan üçün əhəmiyyətsiz imiş. Onlar riyakar siyasət yürüdürlərmiş. Bizim problemlərimiz orada yox. Azərbaycanın özündə və ya ən uzağı Rusiyada həll olunurmuş kimi rəsmi təbliğat tezislərinin müqabilində bu lobbi xərclərini nə ilə izah edək? Heç nəyə yaramayan bu Amerikada milyonlarla lobbi xərclərini çəkmək nəyə lazımdır? Hələ üstəlik elə bir rejimin üzünü ağartmaq üçün ki, onun üzünü ağartmağa Amerikadakı bütün lobbi təşkilatlarının səyi də kifayət etməz. Əgər Amerikanı Azərbaycanın düşməni, Amerika hökumətini ikiyüzlü siyasətçilər adlandırıb, əvəzində onlara milyonlarla pul xərcləyirlərsə, olmazmı ki, heç söyüş də söyməsinlər və buna görə xərcə də düşməsinlər. İndi biz ya belə qiymətləndirməliyik ki, bu pullar Amerikanın əleyhinə deyilmiş sözlərin əvəzində özünü cərimədir, ya buradan oraya qədərki yolda lobbi xərcləri də korrupsiya deformasiyasına uğrayır, ya da sadəcə olaraq bu pullar balans xərcləridir. Amerikanı söyərək oradan pul əvəzinə dəstək ummağın bir tərəfinə aid qədim bir lətifəni xatırladım. 90-cı illərdə parlamentdə indi də təmsil olunan deputatlardan biri iclas zamanı Amerikanın nəyi var yıxıb sürmüşdü. O zaman azadlıqda işləyən Bahəddin Əziyev bu faktın üzərinə getmədən bir yazı yazmışdı. Yazı təxminən belə idi. Kənddə böyümgelin bir iti vardı. Bu it yeri gəldi, gəlmədi, havaya da hürürdü. Bir gün bu it pambığa dərman səpən təyyarəyə hürə-hürə qaçmağa başladı. Gözü və ağzı göydə olan it ayağının altını görmürdü. Təbii ki və qaçaraqda su quyusuna düşdü. Mən çox istəyərəm ki, Azərbaycan hətta Amerikanı da vecinə almayan güclü bir dövlət olsun. Amma Amerikanı yerli ictimai rəydə yeşə görünmək üçün söyüb, xarici ictimai rəydə təmizə çıxarmaq üçün oraya milyonlarla lobbi rüşvəti daşımaq güc göstərisi deyil, yaltaqlıq kimi izah edilə bilər. 2015-ci ilin büdcə layihəsi artıq müzakirə olunur.
və bu müzakirələrdə ən çox tənqidi fikirlər səslənir. Bu barədə iqtisadçı ekspert Məhəmməd Talıblı ilə danışdıq. Buyurun söhbətdən agah olun. Əziz tamaşaçılar, son dövrlər əsas müzakirə olunan məsələlərdən biri də büdcə layihəsidir və büdcə layihəsində bir çox məsələlər göstərilir ki, hansı ki mübahisələndirilməlidir və müzakirə olunmalıdır. Bu məqsədlə bizim qonağımız iqtisadçı ekspert Məhəmməd Talıblıdır. Xoş gəlmisiniz Məhəmməd bəy. Təşəkkür. İstəyərdik bir də ümumiyyətlə sizin bir iqtisadçı ekspert olaraq büdcə layihəsindən gözləntiləriniz nədən ibarətdir? Əvvəla qeyd edeyim ki, bu büdcə layihəsi özünə məxsus bir layihədir. O baxımdan ki, büdcə layihəsinin konturlarında maraqlı məqamlar var. Bu maraqlı məqam ondan ibarətdir ki, bu illəri Azərbaycanın deməli büdcə xərcləri 5.2% artacaqdır. Və bu artımlarda deməli 670 milyon manat tikinti investisiya xərclərinə yönəldiləcəkdir. Bu artımların əsas mənbəyi olaraq yenidən neft fondu çıxış edir və məlumat üçün bildirim ki, neft fondunun ümumiyyətlə 2015-ci ildə büdcə transferləri 10.3 milyard manat təşkil edəcəkdir. Bu ötən ilə nisbətdə deməli 11% artıq deməkdir. Artıq belə deyək ki, ötən ilə nisbətdə 11% daha artıq neft fonduna biz büdcə köçürmələr edirik. Amma biz müqayisə edə bilərik ki, ötən il vəziyyət necə olubdur. Ötən il deməli, neft fonduna büdcə transferlər 9.3 milyard manat olubdur. Bu isə əvvəlki 2013-cü illə müqayisədə deməli 17% azalma deməkdir. Əslində o ötən ilki, yəni neft fonduna büdcə münasibətləri bu ilə müqayisə edəndə daha pozitiv bir məqamlar vardı. Çünki onda artıq azalmışdı qeyd olunduğu ki, rəqəmlərdən. Amma bu illərin ötən ilə nisbətdə 2015-ci ildə neft fonduna biz daha artıq vəsait götürməklə büdcə xərcləmələrinə gedirik. Yəni əslində bu vəziyyətdə mən qeyd edeyim ki, neft fondunun özünün də vəziyyəti yaxşılaşmır. Çünki ənənəvi olaraq neft fonduna büdcə köçürmələr hesabına artıq bir ənənəvi bir kursa çevrilmişdirsə, artıq bu illəri neft fondunun özünün də, yəni gəlir və xərclərin tənzimlənməsi ilə bağlı problemlərlə rastlaşır. Bunu özünə də ifadə edir. Yəni 2015-ci ilin deməli neft fondunun özünün büdcə və gəlirlərində göstərilir ki, neft fondunun gəlirləri 9-10 milyard manat arasında dəyişəcəkdir və xərcləri 12 milyard manatın üzərində olacaq. Bu deməkdir ki, əslində neft fondunun özü də artıq büdcə kəsiri ilə rastlaşır. Yəni biz analogiyaya baxaq. Əvvəllər biz dövlət büdcəsi olaraq belə bir büdcə kəsiri ilə rastlaşanda, yenə də etibarlı bir mənbə olaraq, neft fondunu bir mənbə olaraq istifadə etmə imkanımız var idisə, artıq neft fondunun da artıq özünün vəziyyəti o qədər kəskinləşibdir ki, artıq biz neft fonduna büdcə köçürmələrdə çox ciddi problemlərlə rastlaşırıq. Təbii ki, mən bununla demək istəmirəm ki, mesela neft fondunun aktivləri xərclənib qurtarıbdır, amma hər bir halda bunun özü bir negativ bir tendensiyadır ki, biz neft fonduna indiyə qədər təhlükəsizlik yastığı kimi baxdığımız halda artıq neft fondunun özünün artıq təhlükəsizlik yastığına ehtiyacı yaranıbdır. Ona görə də həm neft fondu büdcə münasibətləri baxımından, eyni zamanda büdcənin xərclənməsi baxımından da bəzi problemlər, yəni büdcədə hiss olunacaq. Ümumiyyətlə bu büdcə layihəsində göstərilən rəqəmlər və planlaşmalar nə qədər risklidir? Yəni açığı risklər ondan ibarətdir ki, neftin ortalama qiymət səviyyəsinin hansı səviyyədə götürülməsi risk doğuran faktordur. Çünki bilirsiniz ki, dövlət büdcəsinin daxil olmalarının 53.4% məhz neft sektoruna bağlıdır. Ona görə də həm büdcə daxil olmalarında, həm ümumi daxili məhsulda deməli neft sektoru hələ də ağırlıq təşkil edən bir sektor olaraq qalır. Amma problem ondan ibarətdir ki, yəni bizim əldə etdiyimiz gəlirlərin xərclənməsi ilə bağlı da bəzi nəzərdə tutulmayan, belə deyək də, force majeure situasiya üçün olan xərclər də vardır. Misal üçün, bu xərclərə daxil edə bilərik ki, bilirsiniz ki, 2015-ci ildə Azərbaycanda Avropa Olimpiya oyunlarının keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə dövlət büdcəsinə 1.3 milyard manat həcmində vəsait ayrılacaqdır. Bu ayrılmış vəsait 1.3 milyard manatlıq vəsait əslində yəni mənim fikrimcə yekun vəsait deyil. Ola bilsin ki, bu əlavə də artırılsın. Çünki bizim yaxın tarixi təcrübə də göstərir ki, əgər 2012-ci ildə Eurovision yarışmalarında ilkin olaraq Maliyyə Nazirliyinə, dövlət büdcəsindən daha doğrusu 50 milyon manat vəsait ayrılmışdısa, sonradan bu vəsait daha da artırıldı. Bunun da əsaslandırmaları oldu ki, bu hansı ehtiyacdan yarandı.
Və bizim təşkilatın araşdırmaları göstərdi ki, ümumiyyətlə Eurovision xərcləmələri ilə bağlı həm birbaşa, həm də dollar xərclərin yekun məbləği 590 milyon manat həcmində oldu. Bu təxminən nəzərdə tutaraq yuvarlaq olar, 600 milyon manat həcmində olsa, bu deməkdir ki, ilkin olaraq 50 milyon manat nəzərdə tutulan Eurovision xərcləri bizə 600 milyondan baha-başa gəldi. Bu isə o deməkdir ki, faktik olaraq nəzərdə tutulan vəsaitdən biz 12 dəfə daha artıq vəsait xərcləmişik. Yəni ona görə də bu ildə, yəni istisna olunmur ki, Avropa Olimpiya oyunları keçirilməsinə bağlı 1.3 milyard manatlıq vəsait ilkin vəsaitdir. Ola bilsin ki, növbəti, yəni aylar ərzində ümumiyyətlə Eurovision Olimpiya oyunları keçirilməsinə bağlı xərclərdə hər hansı bir kənar çıxmalar olsun, ehtiyaclar artsın və bu zaman həm Prezidentin ehtiyat fonduna, həm də Nazirlər Kabineti ehtiyat fondundan, büdcədən kənar fondlardan da həmin bu təyinatla bağlı vəsaitlərin həcmi artsın. Amma mən sizə deyim ki, bu vəsaitin daha çox olmasının bir tərəfdən həm investisiya xərcidir. Təbii ki, bunun tərkibində investisiya yönündə olmayan xərclər də vardır. Amma biz nəzərə alanda ki, ümumiyyətlə dövlət büdcəsinin gəlirləri 1 milyard manat artır və bizim yalnız Olimpiya oyunlarının keçirilməsinə bağlı 1.3 milyard manatlıq bir investisiya, böyük bir investisiya layihəmiz vardır. Yəni bu zaman biz düşünürük ki, bu investisiya xərcləri bizdə sosial sfera ilə müqayisədə hansı bir pozitiv bir ovqat yarada bilər. Misal üçün, mən sizə deyə bilərəm ki, Azərbaycanda səhiyyə xərcləri ümumi daxili məhsulun 1% və 1.2% həcmində dəyişir. Amma Dünya Səhiyyə Təşkilatı metodologiyası baxımından yanaşsaq, əslində ümumi daxili məhsul səhiyyə xərcləri 3%-dən aşağıdırsa, həmin ölkədə səhiyyə xərcləri ilə bağlı artıq belə çox ciddi problemlərin olduğundan danışmaq yerinə düşür. Amma bizdə səhiyyə xərcləri azdır. 2015-ci ildə də 777 milyon manat səhiyyə xərcləri nəzərdə tutulur. Bu deməkdir ki, Avropa Olimpiya oyunlarının keçirilməsinə bağlı nəzərdə tutulan 1.3 milyard manatlıq vəsait Azərbaycanın səhiyyə xərclərinin təxminən 2 dəfə çoxdur. Əgər bir nəzərə alsaq, başqa bir müqayisə eləsək ki, Azərbaycanın elm xərcləri 142 milyon manat arasında dəyişir. Bu deməkdir ki, Azərbaycanda həmin Avropa Olimpiya oyunlarının keçirilməsi üçün ayrılacaq vəsait Azərbaycanda ümumi elm xərclərindən 9 dəfə çoxdur. Yəni görürsünüz, yəni çox sadə belə digər belə çıxır ki, onda gələn ildə həkimlər və müəllimlər gözləntiləri olmamalıdır ki, daha yaxşı şəraitdə yaşayacaqlar, maaşları artacaq və yaxud da işlədikləri yerlərdə mühit dəyişəcək, infrastruktur. Yəni sosial sferi artımlar ümumiyyətlə nəzərdə tutulmur növbəti ilin büdcə hər halda layihəsində və parametrlərində bu hiss olunmur. Amma hər bir halda mən hər zaman düşünmüşəm ki, bizdə əslində vəsaitin belə deyək də, özünün maliyyə resursu problemi yoxdur. Daha çox bizdən maliyyə resursuna idarə etmə problemi vardır. Ona görə də əgər bu sosial sferiyə effektiv təsir etmirsə, bu demək deyil ki, bizim ümumiyyətlə büdcənin gəlir mənbələri azdır, yaxud da ki, büdcəyə daxil olmaların azalması hesabına baş verir mövcud problemlər. Mənə gəlir ki, bu daha çox maliyyə, ümumiyyətlə fiskal siyasətin effektiv qurulmaması və maliyyə resurslarını daha səmərəli idarə etmə probleminə qaynaqlanır. Ümumiyyətlə, bu kəsirlər dediniz ki, yaranacaq büdcədə və 2015-ci ildə əgər büdcə artıq kəsirlən, belə deyək də, hələ ilkin başlanğıcdan mülahisələr var ki, kəsirlən bitəcək. Bunların qarşısını almaq mümkün olacaqmı bu kəsirlər və ümumiyyətlə qarşılansa hansı metodlardan istifadə edirlər? Əslində, biz büdcə kəsirinin təxminən nəzərdə tutulur ki, ilkin olaraq hansı səviyyədə olacaqdır büdcə kəsiri. Amma ümumiyyətlə büdcənin layihəsi və verilən proqnozlar tamamilə büdcə icrası dövründə də fərqli ola bilər. Ona görə də parlament məcbur olub dövlət büdcəsini yenidən baxaraq əlavə dəyişikliklər etsin. Ona görə də büdcə kəsirinin yaranma ehtimalı daha çox dünyada dəyişən neftin konjunktur qiymətinə xeyli asılı deyə düşmüşəm və büdcədə bunun hansı qiymət səviyyəsinə götürülməsi də çox vacib bir məqamlardandır. Çünki məhz hansı səviyyədə götürülməsi bizim gəlirləri müəyyənləşdirir. Ona görə də bizdə belə bir risklər açığı vardır. Bu illəri dünyada neftin ümumiyyətlə qiyməti daha məhz deyərdim ki, əvvəlki illərlə müqayisədə xeyli bir həssas bir dönəmə daxil olubdur. Ona görə də bu vəziyyətdə həm neft fondunun özünün büdcə kəsirinin yaranma riskləri vardır. Eyni zamanda dövlət büdcəsinin, hərçənd ki, biz neft fondunun da vəsaitləri indiyə qədər neft fondunda əldə olunmuş gəlirlər 105 milyard dollar arasında olubdur. Bilirsiniz ki, bunun 68 milyardı artıq dövlət neft fondunun özünü maliyyələşdirdiyi layihələr və eyni zamanda dövlət büdcəsindən ötürdüyü transferlər hesabına istifadə olunubdur. Yerdə qalan 37 milyard deməli
manat vəsaitin isə özünün də həm idarə etməsində çox ciddi problemlər artıq yaranır. Çünki Neft Fondunun özünün də aktivlərinin idarə olunduğu və alındığı daşınmaz əmlakları, eyni zamanda dünyadakı ümumiyyətlə birjalardakı mövcud vəziyyət bu vəziyyəti də kifayət qədər rentabel etmir. Yəni Neft Fondundan da bizim bu illərə daxil olmalar da azalıbdır. Aktivlərin idarə edilməsinə. Ona görə də həm qeyd etdiyim kimi həm dövlət büdcəsinin idarə edilməsinə bir problemlər gözlənilir. Eyni zamanda Neft Fondunun idarə edilməsində problemlər var. Bu kəsirlər əsasən 3-4 milyard qiymətləndirilirdi. Belə ekspertlərin belə bir mülahisələri var idi bununla bağlı. Ümumiyyətlə siz necə hesab edirsiniz? Bu xərclər bu miqyasda ola bilər yoxsa daha artıq ola bilər? Açığı böyük məbləğdə yəni vəsaitin büdcə kəsiyin yaranması risklərində dəqiq indən söyləmək olmaz. Bu çünki ilkin olaraq qiymətləndirmədə proqnozdan çıxış qeyd etmək olar. Amma hər bir halda Azərbaycanda büdcə kəsirləri ümumi daxili məhsulun 3 və 3.5% arasında dəyişilməsi ciddi bir katastrofik hal deyil. Onlar əsasən neftin qiymətinin düşməsinə əlaqələndirirlər və neftlə bağlı verilən proqnozlara əsasən deyirdilər ki... Təbii ki, bir əsas amillərdən də biri odur. Eyni zamanda bizim Neft Fondu büdcə münasibətlərində də problemlər vardır ki, biz Neft Fondundan büdcənin gəlir mənbələrinin qapadılması üçün Neft Fondunun aktivlərindən istifadə edəndə belə bir risklər azalır. Yəni, büdcə daxil olmalarımız artır və bizim xərclərimiz azalır. Bu isə deməkdir ki, bizim büdcə kəsirlərimiz də azalmağa doğru gedir. Ona görə də hər bir halda büdcə kəsirinin azalması hesabına da aktivlərdən sürətlə xərclənməsi də doğru bir siyasət deyil. 12 oktyabrda Milli Şura repressiyalara son mitinqi keçirdi. Azad et şüarı ilə keçirilən mitinqdən sonra növbəti mitinqin anonsu verilir. Bu barədə AXÇP-nin sədr müavini Əbülfəz Qurbanlı ilə danışdıq. 12 oktyabrda Milli Şura repressiyalara son Azad et mitinqi keçirdi və mitinqdən sonra artıq növbəti çağırışlar başladı və Facebookda və digər sosial şəbəkələrdə gənclər yenidən bu mitinqin təkrarlanmasını və repressiyalara son qoyulması ilə bağlı tələblərin yenidən səsləndirilməsini təklif etdilər və görünür ki, Milli Şurada da bu haqda müzakirələr başlayıb və onlar yenidən mitinq keçiriləcəkləri ilə bağlı məlumatlar veriblər. Hazırda müzakirə mərhələsindədir və biz istəyirik ki, bu barədə AXÇP-də sədr müavini Əbülfəz Qurbanlı ilə danışaq. Xoş gəlmişsiniz Əbülfəz bəy. Ötən mitinqlə bağlı sizin fikirləriniz nədən ibarətdir? Siz həmin mitinqdə qarşıya qoyduğunuz hədəflərə çatdınızmı və nəticələrdən razısınızmı? 12 oktyabr mitinqinin əsas məqsədi siyasi məhbuslara azadlıq tələbi idi və bu mitinqin adında da ifadə olunmuşdu. Bizim həmin mitinqimiz demək olmaz ki, öz məqsədlərinə çatıb. Biz düzdür, müəyyən sayda insan meydanda toplaşmışdıq. Azərbaycan hökumətinə çağırışlar etdik, tələblərimizi ifadə etdik, səsləndirdik və bu əslində çox yaxşı bir tədbir oldu o baxımdan ki, Azərbaycan hakimiyyəti də və bizi izləyən dünya ictimaiyyəti də gördü ki, Azərbaycanda insanlar hökumətin həyata keçirdiyi repressiyalarla razılaşmır və bugün fikirlərinə görə həbsdə olan bütün siyasi məhbuslara azadlıq tələb edirlər. Amma biz bu mitinqlərin öz məqsədinə nail olması üçün əvvəlcədən biz bu qərarı qəbul etmişik ki, bu mitinqlər ardıcıl olmalıdır, davamlı olmalıdır və o zamana kimi ki, biz Azərbaycanda siyasi məhbusların azadlığına nail ola bilək. Hazırda ümumiyyətlə mitinqlə bağlı planlaşmalar nədən ibarətdir? Vaxtı müəyyən olunubmu və yaxud da icazəli olması üçün və yaxud da icazəsiz aksiya keçirilməsi üçün hər hansısa bir təkliflər varmı? Artıq Xalq Cəbhəsi Partiyasının rəisət heyətində, eləcə də rayon şöbə üzvləri arasında, tərəfdaşlar arasında mitinqlə bağlı müzakirələr başlayıb və əksəriyyətin mövqeyi ondan ibarətdir ki, növbəti mitinq keçirilməlidir. Və bu günlərdə artıq Milli Şurada da mitinqlər müzakirə olunur və konkret gün, tarix yaxın zamanlarda müəyyənləşdiriləcək və mitinqlə bağlı qərarlar veriləcək və biz növbəti mitinqin 12 oktyabr mitinqindən daha fərqli olacağını düşünürük və bunun üçün də müəyyən tədbirlər planı hazırlamışıq. Ötən mitinqdən sonra, 12 oktyabrdan sonra valideynlər, hansı ki məhbus valideynlərdir, siyasi məhbus valideynlərdir, onlar ifadə edilmişdilər ki, bizim gözləntilərimiz daha böyükdür müxalifətdən, yəni bu problemin həll olunmasında istəyirik ki, onlar bizə kömək eləsinlər və məhbusların ümumiyyətlə azad olunması ilə bağlı çağırışlarımız səsləndirilməsi və orada
məhbus Seymur Həzinin valideynindən söz verilməsi və onların adından çıxış etməsidir. Yəni onlar istəyirlər ki, dəqiq bilsinlər, yəni hansı addımlar ata bilər onların əvəzindən müxalifət və yaxud da nə vaxt, hansı dərəcəyə qədər təsir göstərə bilər. Bizim 13 oktyabr mitinqində demək olar ki, bütün siyasi məhbusların əksəriyyətinin ailə üzvləri iştirak edirdi. Və biz həm Milli Şura olaraq, həm Azərbaycan Xalq Cəbhəsi partiyası olaraq Azərbaycanda hər bir siyasi məhbusun hüquqlarının müdafiəsi istiqamətində müxtəlif tədbirlər həyata keçirmişik. Bu, virtual aksiya da olub, beynəlxalq təşkilatların, diplomatların diqqətinə çatdırmaq da olub və 12 oktyabr mitinqi kimi mitinqlərin keçirilməsi, eləcə də dərmi masalar, bəyanatlar və s. Yəni, bir müxalifət partiyası, müxalifət koalisiyası nələr edə bilərsə, biz onları maksimum etməyə çalışırıq. Amma bir məsələ var ki, biz siyasi partiyayıq və siyasi koalisiyayıq və biz hüquq müdafiə təşkilatı deyilik. Və eyni zamanda məhbusların hal-hazırda azadlığa buraxılması da birbaşa bizdən asılı olan məsələ deyil. Bu İlham Əliyevə olan təzyiqlərin nəticəsində mümkün olacaq ki, İlham Əliyevə daha çox təzyiq olduqca o siyasi məhbusları azad etməyə vadar olacaq. Və bu təzyiqlər də iki yöndə ola bilər. Bir beynəlxalq ictimaiyyətin təzyiqi ola bilər ki, hal-hazırda bununla bağlı biz mətbuatda da oxuyuruq və daim olaraq bu məsələlər səsləndirilir ki, Azərbaycan hakimiyyətinə müxtəlif qərb dairələrindən, Amerika Birləşmiş Ştatlarından bu istiqamətdə təzyiqlər var. Və ikinci təzyiq istiqaməti isə Azərbaycan cəmiyyətinin təzyiqidir ki, və bu təzyiqi də biz müxalifət olaraq təşkilatlandırılmış qaydada həyata keçirdirik, onun təmsilçiliyini edirik. Yəni, bu qaydada biz siyasi məhbusların azad olunmasına dəstək ola bilərik, eləcə də həmin valideynlərin fikirlərinə cavab olaraq bunu bildirirəm. Və burada bizim və bütövlükdə Azərbaycan cəmiyyətinin edə biləcəyi ən mühüm, belə deyək, iş və bu məhz mitinq mərhələsində edə biləcəyi iş, mitinqlərimizə hamının qatılması üçün, hamının, belə deyək ki, məsələn, 12 oktyabr mitinqində iştirak edən hər kəsin funksional iştirakçılığa başlamasıdır. Yəni, bir var ki, kimsə evindən çıxır, gəlir, bir məhbusun yaxın qohumu olaraq və yaxud bu məhbusların həbsindən görə İlham Əliyevdə narazı olaraq mitinqə gəlirlər. Bir də var ki, bu adamlar adi iştirakçı kimi yox, funksional iştirakçı kimi mitinqə qatılırlar. Yəni, mitinqdən qabaq hazırlığa başlayırlar, tanıdıqları, münasibətdə olduqları müxtəlif şəxsləri əvvəlcədən izah edirlər, məlumatlandırırlar və mitinqə dəvət edirlər. Yəni, bizim Azərbaycan cəmiyyəti olaraq, o cümlədən siyasi partiya olaraq, Milli Şura olaraq həmin məhbusların azadlığa çıxması üçün edə biləcəyimiz bir şey məhz Azərbaycan cəmiyyətinin İlham Əliyevə təzyiqini gücləndirməkdir. Bu istiqamətdə də bizim fəaliyyətimiz davam edəcəkdir. Ötən mitinqlə bağlı həm də o fikirlər var idi ki, hər zaman etiraz edən insanlar eynidir və yeni simalar görünmür o mitinqlərdə. Ümumiyyətlə, yeni insanların mitinqlərə cəlb olması üçün və daha əhatəli olması üçün hansısa bir proqramımız varmı? Əvvəla mən deməzdim ki, bizim mitinqlərimizdə eyni adamlar iştirak edir. Bu, nə, belə deyək, təşkilatçılıq baxımından mümkün deyil və yaxud da onu müşahidə edənlər də əvvəlki mitinqlərindən müşahidə edə bilsələr, görərlər ki, orada düzdür. Həmişə mitinqdə iştirak edən müəyyən bir qrup var ki, onlar daim olaraq orada iştirak edir. Məsələn, Xalq Cəbhəsi partiyasının üzvləri və yaxud Milli Şuranın rəhbər strukturunda təmsil olunan şəxslər, Milli Şura üzvləri, media adamları, bunlar həmişə mitinqlərdə iştirak edirlər hansısa formada. Amma bu 12 oktyabr mitinqində bizdən, belə deyək, kənarda olan ictimaiyyət nümayəndələri də vardı və onlar da iştirak edirlər. Amma bizim vəzifəmizdir ki, biz mitinqlərə yeni insanların qoşulmasına nail olaq. Və bunun üçün də həm sosial şəbəkələrin imkanlarından istifadə olunur, həm bizim təşkilati strukturlarımızdan, rayon şöbələrimizin imkanlarından istifadə olunur, həm vərəqələr paylanılır, həm tutaq ki, televiziya, media vasitəsilə çağırışlar edilir və biz bu minvalla nail olmağa çalışırıq ki, həm mitinqimiz kütləvi olsun, həm də mitinqdə yenilik görmək istəyənlər xeyli sayda yeni adamlar görə bizim. Sentyabrdan başlayaraq Avropa Parlamentində Azərbaycan hakimiyyətinə qarşı sanksiyalara çağırışlar edilir. Bu barədə xarici siyasət üzrə ekspert Yeganə Hacıyeva ilə danışdıq. Bu sanksiyalara çağırışlar nə qədər realdır və Azərbaycan hakimiyyəti bu sanksiyaların qarşılığında geri çəkiləcəkmi? Siyasi məhbuslar azad olunacaqmı? Bu barədə Yeganə Hacıyeva ilə danışdıq. Baxaq. Avropa Parlamentində sentyabrdan başlayaraq Azərbaycanla bağlı müzakirələr aparılır. Azərbaycan hakimiyyətindən repressiyalara son qoyulması tələb olunur. Əks halda
Azərbaycan hakimiyyətinin bəzi nümayəndələrinə qarşı sanksiyalara tətbiq olunacağı ilə bağlı xarici təşkilatlar artıq anons verirlər. Bu xüsusda biz istəyirdik Gənc Demokratlar İnstitutunun direktoru, xarici siyasət üzrə ekspert Yeganə Hacıyeva ilə söhbət aparaq. Xoş gəlmişsiniz Yeganə xanım. Xoş gəlmişsiniz. İstəyirdik hazırda ölkədə mövcud olan vəziyyət, siyasi məhbuslarla bağlı olan vəziyyəti bizə qeyd edərdiniz və xaricin artıq sanksiyalarla bağlı hədələrindən sonra nə dəyişdi? Azərbaycanda məsələn bununla bağlı aparılan siyasətdə hər hansısa bir dəyişiklik sezdinizmi yoxsa necə? Əslində suala görə təşəkkür edirəm. Əslində ilk dəfə idi ki, Azərbaycanla bağlı, Azərbaycan hökuməti ilə bağlı sanksiyalara çağırış olubdu. İndiyə qədər son 3 ili biz nəzərə alsaq, İlkin illərdə çox zəif çağırışlar, daha sonra biraz sərt çağırışlar, son bir ildə həddindən artıq aktiv sərt çağırışlar, indi isə artıq sanksiyalara çağırış. Yəni, bu əslində bir məntiqi davam edir. Azərbaycan reallıq bundan ibarətdir ki, Avropanın cənub şərqində yerləşən bir ölkədə bir il ərzində bu qədər həbslər, siyasi motivli həbslər, ən əsası isə bütün mütərəqqi dünyanın heç cür qəbul etmədiyi bir şey, hüquq müdafiəçilərinin həbsi baş verir. Və o yüzdən əslində bu gözləniləndir. Sanksiyalardan bağlı əlbəttə ki, Azərbaycan üçün qış sessiyasına qədər Avropa parlamentində müəyyən irəliləyişin etməsi üçün şans tanınıb. Və Azərbaycan hökuməti də müəyyən adımları atacağı haqqında onun öhdəliyi var və o danışıqlar hissəsindədir. Ümumiyyətlə isə bir cümlədə qeyd etmək olar ki, Azərbaycan hakimiyyəti hal-hazırda tarixinin beynəlxalq təşkilatlar tərəfindən ən sərt qınanan bir vaxtını yaşayır. Bu, bəzən İsrail vətəndaşa çox aydın olmur, çünki danışıqlar qapılar arxasında qalır və o danışıqları aparan və bunu bir formada müşahidə edən insanlar bundan xəbərdardır. Amma ümumiyyətlə isə sanksiyaların, çağırış üçün qoyulan öhdəliklərin yerinə yetirilməməsi və yaxud üzərlərinə götürən öhdəliklərin yerinə yetirilməməsində məntiqi sonluq sanksiyalardır, bir mənalı. Və bu sanksiya çağırışlarından sonra əfv fərmanı imzalandı. Əfv fərmanında 80 nəfərin içərisində yalnız 4 siyasi məhbus azadlığa çıxarıldı. Sizcə bu təzyiqlərdən sonra real nəticədir, yoxsa belə deyək də, hər halda bu şəxslərin azadlığa çıxacağı onsuz da gözlənilirdi əfv yazdıqlarına görə? Ümumiyyətlə, Azərbaycan hökuməti çox az sayda siyasi məhbusun azad olunmasını beynəlxalq təşkilatlar qabağında, xüsusilə Avropa Parlamenti, xüsusilə Avropadan olan təşkilatlar və insan haqlarının kəskin pisləşməsi haqqında report vermiş BMT-nin ekspertləri ilə danışıqlarda məhz hüquqi əsas olaraq, yəni buraxılmamasının əsasını hüquqi əsas olaraq göstərilib və izahın çox hissəsi bundan ibarət olub ki, hal-hazırda məhkəmə gedir və məhkəmə bu insanların haqqında, çoxlarının haqqında məhkəmənin qərarı hüquqi qiymətini almır, yəni qüvvəyə minib və o yüzdən hələ bu proses davam edir. Yəni, əsas olaraq, biz belə deyək ki, Azərbaycan hökuməti buna əsas deyil, biz bunu bəhanə deyəlim. Bəhanə olaraq hüquqi faktorlar göstərilir. Amma bu faktorlarda nəzərə alsaq ki, ümumiyyətlə bu insanlardan bir neçəsi var idi ki, onların haqqında məhkəmə qərarı hüquqi qüvvəyə minib və onlar azad oluna bilərdilər. Xüsusilə bu növbədə İlqar Məmmədovun adını çəkmək olar, Tofiq Yaqublunun adını çəkmək olar və bir neçə şəxslərin, nidaçılardan bir qismin adını çəkmək olar, belə deyək. Amma görsənəni odur ki, Azərbaycan hökuməti bunu pilləli etməyi düşünür. Yəni, bunu hara qədər uzada bilərsə, onu uzadacaq bir mənalıdır. Amma bizim üzümüzə gələn ilin ortalarına qədər bu yay aylarını təsadüf edəcək. Bu siyasi məhbusların çox hissəsinin artıq haqqında konkret addımlar olmalıdır, etməlidir. Azərbaycan hökuməti ya bunu edəcək, ya isə nəticə itibarilə bayaq danışdığımız sanksiyalarla bağlı danışıqlar çox aktiv fazaya girəcək. Əfvdən sonra Amerika Dövlət Departamentinin bəyanatı oldu və bəyanatda göstərdi ki, Azərbaycan hökumətini alqışlayır bu əfv siyasətin həyata keçirdiyinə görə. Bundan əvvəl bütün həbslərdən sonra Amerika səfirliyində ümumiyyətlə açıqlamalar verilirdi ki, narahatdır Amerika hökuməti bu həbslərə görə.
Və belə çıxır ki, artıq narahatlıqdan alqışlama dövrünə mi keçibdi Qərb, yoxsa necə? Ümumiyyətlə, Avropa Dövlət Departamentinin məlum bəyanatında bir cümlə xüsusi qeyd olunur. Onlar əlbəttə Azərbaycan hökumətinin siyasi məhbusları həll etmək istiqamətində addımlarını alqışlayırlar. Yəni, orada 4 nəfərin buraxılmasına görə alqış deyil. Yəni, artıq bir kiçik də olsa cəhd ki, hansını ki, addımı atıblar, bunu alqışlayırlar. Ardından isə onların bir cümləsi budur ki, bəyanatda yazılan 4 nəfər siyasi məhbusun buraxılması bu yetərli deyil. Biz siyahıda olan insanlarla bağlı 90-a yaxın insan, faktiki olaraq 89 belə deyək, bu insanların hər biri ilə bağlı konkret addımlar gözləyir. Ümumiyyətlə isə niyə məhz burada alqışlamaq yanaşması var? Bu son bir ilin addımları göstərir ki, Azərbaycan hökuməti konkret elə bir siyasət qurub, beynəlxalq pozisiya qurub ki, o addımlarında heç geri çəkilmək və yaxud da geri addım atmaq fikrində yox idi. Amma bu kimi addımlar göstərir ki, o geri atır addım və bu addım davamlı olacaq bir mənalı. Biz üzümüzə gələn 2 ayda 15-ə yaxın siyasi məhbusun azad olmasının şahidi olacaq. Amma ümumi siyahıyla bağlı siyahının çoxluğu dediyim kimi 15-ci ilin yayına təsadüf edəcək. Siz özünüz də şəxsən iştirak edirsiniz bəzi görüşlərdə və xarici təşkilatlarında, artıq nümayəndələri ilə də şəxsi əlaqələriniz var. Özünüz necə hesab edirsiniz? Bu sanksiya təhdidləri hər hansı bir müsbət nəticələr yaradacaqmı? Vicdan məhbuslarının, siyasi məhbusların ailələrinin artıq çox böyük gözləntiləri var bu bəyanatlardan sonra. Hər hansı bir ciddi addımlar atılacaqmı? Əlbəttə ki, sanksiyalara çağırış artıq indiyə qədər az öncə dediyim kimi də heç bir halda bəyanatlarda Azərbaycanla bağlı sanksiyalara çağırış yox idi. Və beynəlxalq təşkilatlar və qərb institutları və qlobal güclər, hansılar ki, bəyanatlarında da bunlar var. Bu sözlər sadəcə söz xətrinə deyilmir. Bu onların siyasətinin bir hissəsidir. Və siyasətinin bir hissəsində də artıq sanksiyalar haqqında xəbərdarlıqdır və Azərbaycan hökuməti bunun fərqindədir. Başqa bir mövzu, Azərbaycan hökuməti niyə bu qədər dirəniş göstərir? Ancaq ona görə ki, Azərbaycan hökuməti mövcud vəziyyəti ilə bağlı, ölkədə mövcud vəziyyəti ilə və qlobal vəziyyətdə onu gözləyən proseslərdən özünü sığortalamaqla məşğuldur və onun başqa çıxış yolu yoxdur. Və çoxluq Azərbaycan cəmiyyətində elə fikirləşir ki, hökumətin etdiyi həbslər onun gücünün göstərisidir. Əslində bu belə deyil. Bu həbslər hökumətin qorxusunun göstəricisidir. Hökumət cəmiyyətdən və bu qədər hər addım başı zəifdir dediyi, yoxdurlar iddia etdiyi müxalifətdən qorxur. Həbslər də məhz bunun sübutudur. Bu proqramda sizə çatdıracaqlarımız bu qədər. Çalışın, tezliyi dəyişməyin. Hər zaman Can Ərzincanda. Sağ olun.